İmam Hüseynin kərvanı çöllərdə sərgərdan dolanır. Peyğəmbər oğluna dünyanı təng eləyiblər. Yeryüzünün cənnət sakinlərinin kərvanıdır bu. Yeryüzündə cənnət sakinləri hamısı toplaşıb bu kərvana. Cəbrail bu kərvanın xidmətçisidir, mələklər xidmətçisidir. Heç vaxt bu qədər parlaq insan bir yerə toplaşmayıb, bir kərvanda olmayıb. Hərəsi bir günəşdir, parıldayır. Bəni Haşim cavanları, xanımları dövrəyə alıblar, onları qoruyurlar. İmam Hüseyin gördü ki, atı hərəkət eləmir, Zülcanah dayandı, at dayandı. Yazırlar və nəzərə ileyhim və bəka. Hüseyin baxdı xanımlara gözaltı və ağladı. Göz yaşı tökdü. Bu kərvanın ən qoca adamlarından birini çağırdılar. Bu yeri tanıyırsan, bu yerin adı nədir? Dedi, Neynəva Şəddül Furat. Dedi, başqa bir adı yoxdur. Dedi, ağa var, bir adı da var, Kərbəladır. Dedi, Kərbəla deyəndə biraz uzadan ağladı İmam Hüseyin. Dedi, yükləri boşaldım, bura Kərbəladır. Bu babam Peyğəmbərin xəbər verdiyi, atam Əlinin dediyi yerdir. Anam Zəhra vəsiyyət eləyəndə atama nə dedi? Dedi ki, uşaqlarımı sənə tapşırıram və Kərbəlada susuz öldürüləni Hüseyinə ayrıca tapşırdı. Kərbəla hamısının dilinin əzbəri idi. İmam Hüseyin dedi, bu həmin yerdir. Xeymələri salın, xeymələri qurun. Başladılar çadır qurmağa. Bilmirəm, xanım Zeynəb indi nə haldaydı, bax bu saatlarda. Uşaqlar nə hala qaldılar. Xanım ağladı, gəldi, dedi ki, qardaş bu nə yerdir, ayağımı qoyandan dünyanın qəmi ürəyimə çöktü. Hüseyin, gedək buradan, qorxuram bu səhra səni məndən ala. Ay, bütün gedənlərimin yadigarı. Zeynəbi bugün hörmətlə dəvədən yerə indirirlər. Bir əlindən Əli Əkbər tutub, bir əlindən Qasim. Əvvəlfəz dizini qoyub yerə, Zeynəb kəcavədən düşür. Hamısı dövrəyə alıb xanım Zeynəbi. Həlqə kimi Bəni Haşim dövrəyə alıb xanım Zeynəbi. Belə hörmətlə daxil oldu Həzrət Zeynəb Kərbəlaya. Bəs Kərbəladan necə getdi Zeynəb? Kərbəladan gedəndə bir necə getdi? Bir o əsir uşaqları dəvələrə mindirir, Rüqəyyəni, Səkinəni, xanım Rübabı mindirdi. Sonra özü qaldı, gördü köməyi yoxdur, bir nəfər qolundan tutsun, qalıb namərd arasında, naməhrəm içində. Onda deyir, qeyri-ixtiyarı üzün dolandırdı Əlqəmə kənarına. Dedi, əvvəlfəs görmürsən, bacın köməksiz qalıb, bəs məni kim mindirsin dəvəyə?